Başlayaq müəllimlər. Başlayaq. Bayaq mən qrupa sualı göndərmişdim təfəkkürlə bağlı. İlk öncə o sualın izahını vermək istəyirəm. Çox müəllimlər səhv vermişdir. Onu paylaşmışdıq Telegramda, Instagram və qruplarda paylaşmışdıq və demək olar ki, mənim öz müdavimlərim düz cavab vermişdi, amma çox müəllim səhv cavab vermişdi. Digər müəllimlər. Baxaq. Deyir ki, birinci sualda qeyd olunur ki, sualı siz özünüz telefonunuzda baxa bilərsiniz. Müəllim şagirdlərə sual verir daha doğrusu. Nə üçün palçıq vulkanlarına Azərbaycanda Abşeron yarımadasında, Cənub-Şərqi Şirvan düzənliyində rast gəlinir? Fikirlərinizi əsaslandırın. Bu tapşırığa əsasən müəllim şagirddə hansı təfəkkürü formalaşdırmağa çalışır? Müəllimlər, mən təfəkkür mövzusunu keçəndə də qeyd etmişəm ki, fikri əsaslandırmaq həm məntiqi təfəkkürdə var, həm tənqidi təfəkkürdə var. Ona görə biz harda əsaslandırın görəndə biz onu o saat tənqidi təfəkkür götürmürük. Baxın, Azərbaycanda nə üçün palçıq vulkanı Abşeron yarımadasında və Cənub-Şərqi Şirvandadır? Bu suala cavab verən şagird. Niyə görə palçıq vulkanı? Çünki ora neftli qazlı ərazidir. Palçıq vulkanı daha çox neftli qazlı ərazilərdə yayılır. Yəni şagird neynədir? Faktı əsasən fikrini əsaslandırdı. Öz fikrini əsaslandırmır ki, bu faktı oxuyub kitabdan ona əsasən fikir bildirir. Ona görə bu sualın doğru cavabı nə olur? Təbii ki, məntiqi təfəkkür. Kim məntiqi təfəkkür yazmışsa, düz yazmışdır. Sonra ikinci suala baxırıq. Deyir, Osmanlı dövlət xadimlərindən olan Ənvər Paşanın təklifi ilə Cənubi Qafqaz Seymi Rusiyadan ayrılmaq və ümumi müstəqil dövlət qurmaq qərarı verdi. Beləliklə, 1918-ci il aprelin 22-sində Seym Cənubi Qafqazın Rusiyadan ayrılması və müstəqil Cənubi Qafqaz Demokratik Federativ Respublika elan olmasına qərar aldı. Qafqaz Seyminin qərarı doğrudurmu? Fikrinizi əsaslandırın. Deməli, Ənvər Paşanın təklifi ilə Qafqaz Seymi Rusiyadan ayrılır, Federativ Respublika özünü elan edir. İndi deyir ki, Seymin qərarı doğrudurmu? Bu sənin fikrindir. Sən deyirsən ki, hə, mənə görə filan filan şeylər olacaq, digəri başqa fikir deyəcək. Artıq sən öz fikrini əsaslandırırsınız. Bayaqki o neft palçıq vulkanında sən faktı əsaslandırırdın, kitabdan oxuduğunu. Amma indi sənə görə, yəni Seymin bu qərarı doğrudurmu? Sən öz fikrini, öz münasibətini bildirirsən. Öz fikrini əsaslandırırsansa, təbii ki, əlbəttə ki, olacaq burada tənqidi təfəkkür. Doğru cavab B bəndi, ikinci sualda tənqidi təfəkkür. Bu bizim təfəkkürə aid sualımız. İndi bizim bugünkü mövzumuz olmuşdu. Çox gözəllər gözəli taksonomiya. Kurikulumun olmazsa olmaz mövzularından biridir. Ümumiyyətlə taksonomiyanı, kurikulumu taksonomiyasız, taksonomiyanı kurikulumsuz, imkansız təsəvvür eləmək olmaz. Hər il bizim imtahanlarımızda, həm MİQ imtahanda, həm sertifikasiyada yetəri qədər taksonomiya sualları düşür. Ona görə biz taksonomiyaya diqqət etməliyik. Başlayırıq. Kimlərdən başlayaq? Hə. Başlayaq. Siyahı üzrə baxın kim var buradan. Ülviyə müəllim, sizdən başlayaq. Bəli, eşidirəm sizə. Deyirəm ki, etil spirtinin alınması necə baş verdiyini izah edən şagird taksonomiyanın hansı mərhələsindədir? Biliyin hansı mərhələsindədir? İzah edən şagird. Aha, bir dəqiqə. İzah edirsə aşağı, yuxarı təfəkkürdədir. Siz öz fikrinizi necə başa düşmüsünüz? Narahat olmayın. Yəni səhv deyəcəksiniz, düzəltəcəyik də. Burada nə var ki? Bir dənə də cümləni bir dəfə də təkrarlayarsınız. Etil spirtinin alınmasının necə baş verdiyini izah edən şagird idrak taksonomiyasının və biliyin hansı növündə, hansı səviyyəsindədir? İzah verirsən, öz düşüncəsini, öz yanaşması, yəni belə də beyni işləyir də, yəni izah edə bilir. Anlamaq. Aha, doğru. Anlamaq. Çünki artıq özü öz qərarını verə bilir, informasiyanı öz sözləri ilə ötürə bilir, ifadə edə bilir. Bəli. Bu anlamaqdır. Tamamilə doğru.
Sonra bir də Bilik kimi. bilik kimi. Biliyin 4 növü vardı, onlar deyirsiniz. Bilik, idrak, bir dəqiqə tapşırıqları, Anlama, konseptual, üzr istəyirəm, bir dəqiqə konseptual, yadımda. prosedural, metakognitiv və faktoloji bilik. Yadınıza salın. Aha, yadıma düşdü. Deməli, bir dəqiqə. Məncə faktolojidir onda. Bir isim təsvir etdiyini bacaraq. Etil spirtinin Faktoloji. bircə Bəli. dəqiqə. Etil Bir spirtinin dəqiqə. alınmasının necə baş verdiyini izah edir. Necə baş verir? Bir dəqiqə etil spirti. Spesifik bilikdir də burada. Faktolojide spesifik bilikdir. Tamam, bu Xüsus- sizin fikriniz. Bu sizin Hı hı. fikriniz. Nigar müəllim, Bəli, Natəvan müəllim. siz nə fikirləşirsiniz? Konseptualdır məncə. Siz konseptual. konseptual. Aha, Gülnar müəllim nə deyir? Necə baş verdiyini izah edirsə, düzü burada izah edir, biraz adam çaşdır, amma bunu ardıcıllıqla izah edir də. Aha, bu sizin fikriniz. Bu sizin prosedural demək istədiniz. Buyurun Aytən müəllim. Məncə konseptual. Aygül müəllim. Proseduraldır, izah edirsə, bu ardıcıllıqdan proseduraldır. Baxın müəllimlər, nəyə diqqət edirik? Baxırıq. Deyirəm, etil spirtinin alınmasının necə baş verdiyini izah edən şagird. Nəyisə izah edirsənsə, öz sözlərinlə ifadə edirsənsə, bu zaman sən bunu anlamısan ki, izah edə bilirsən. Və Metodologiya. necə baş verdiyini, necə sualı özü bilirsiniz ki, prosedural bilikdədir. Bunu dəfələrlə sizə dərsdə demişəm. Bu misalı necə həll edərsən? Bu məsələni necə həll edərsən? Nə bilim, tikiş maşınını necə işlək vəziyyətə gətirərsən? Bu prosedural biliyin sualıdır. Və etil spirtinin alınması, ay Sənəm müəllim, necə baş verdiyini izah etmək. Etil spirtini almaq üçün müəyyən bir ardıcıllıq var. Yəni burada kimya müəllimləri daha yaxşı bilər. Nə bilim, onu buna qatasan, bunu onu qatasan, nə edəsən, nə qaydasan, bir etil spirti yaradasan. Bu etil spirti alasan. Bunun üçün nə lazımdır Gülnar müəllim? Tamamilə doğru deyirsiniz. Bunun üçün prosedur lazımdır. Bu prosedural bilikdir. Anlamaq mərhələsi və prosedural bilik. Yaxşımı? Sonra Siz orada bəzən müəllimə sözü kəsirəm. Buyur. Anlamaq çox vaxt konseptualla bağlı olur. Biraz Bəli. adamı düşündürür, sadəcə açar söz necə idi deyə. Ay, sağ olun. adamın fikri var. İndi elə yaxşı məqama toxundunuz Gülnar müəllim. Həmişə demişik ki, anlamaq mərhələsi daha çox, həmişə deməmişəm ki, daha çox demişəm. Bəli. Anlamaq mərhələsi konseptual, tətbiq mərhələsi prosedural. Amma bunu biz həmişə deməmişik. Demirik ki, həmişə belə olur. Çox vaxt. Yəni istisna halda nümunə kimi gözünüzün qarşısında. Deyirəm ki, Ülviyə müəllim, Bəli, eşidirəm sizi. şagird öz çəkdiyi rəsmi izah edir. Çox gözəl, çox incə bir sualdır. Əl qaldıranlar bayaqki suala yendirin ki, bu sualı əl qaldıranda bilim ki, kimin Bəli, şagird öz çəkdiyi rəsmi izah edir. izah edir. Yenə də anlamadı da izah edir. Bu Ülviyə müəllim, sizin fikriniz? Əla, hörmətlə yanaşırıq. Buyurun Aygül müəllim. Mənim anlamaq da elə burada. Tamam. Burada da anlamaq. Tamam. Leyla müəllim. Müəllimə, məncə təhlildir. Təhlil. Tamam. Aynə müəllim. Müəllimə, mən bilik olaraq demək istirdim ki, şəkil çəkmək bir ardıcıllıqla baş verdiyi üçün prosedural bilik olaraq demək. Siz bilik yönündən yanaşdınız. Buyurun Gülnar müəllim. Məncə tətbiq edə bilər, tətbiq edə bilər də özü çəkib burada bunu izah edir. Belə Baxın müəllimlər, sənə müəllim nə yazdınız bilmədim. Görə bilmədim. Nə deyirsiniz? Siz nə deyirsiniz? Baxın. Dəyərləndirmə də olar. Dəyərləndirmə. Aha. Bir dəqiqə, baxın. İndi bu bir incə sualdır. Şagird öz çəkdiyi rəsmi izah edir. Müəllimlər, burada idraki sahəni müəyyən edəndə hər izah etmək, anlamaq mənasına gəlmir. Mən ona görə sizdə deyirəm ki, idrak taksonomiyasında heç bir açar feili əzbərləməyin.
burada dərk eləmək çox vacibdir. Anlamaq çox vacibdir. Leyla müəllim səsi bağlayın, hamı səsi bağlasın. Anlamaq həddindən artıq vacibdir. Öz çəkdiyi rəsmi şagird izah edirsə, bu anlamaq yox, bu yaratmaq mərhələsidir. Desəz ki, ay müəllim, niyə yaratmaq olur? Öz çəkdiyi rəsmi, yəni mən öz şəxsi yaradıcı ideyamı izah edirəm. Bunu çəkmişəm, yaratmışam şəkli. İndi bu Ortaya qoymaqdır. yaradıcı ideyamı mən izah edirəmsə, burada yaradıcı təfəkkür olur. Niyə anlamaq olsun ki? Çünki mən öz çəkdiyim rəsmi, yəni bu rəsmi yaratmışam. Bu rəsmi kim yaradıb? Mən yaratmışam. Və yaratdığım rəsmin izahını verirəm. Nə olur? Təbii ki, olur yaratmaq mərhələsi və yaradıcı təfəkkür. MİQ-ə bu yöndə suallar düşmüşdür. MİQ 2025. Sonra deməli Ülviyə müəllim, Tünzalə müəllim. Bəli. Deyirəm ki, müəllimə, cismin tarazlıq şərtləri hansılardır? Tarazlıq şərtləri hansılar? Xatırlamaq. Bəli, xatırlamaq mərhələsidir, düz deyirsiniz. Sonra deyirəm ki, müəllim şagirdlərə taxtadan funksional kitab rəfi hazırlamaq tapşırığını verərkən düzgün ölçmə, kəsmə və montaj işlərini müəyyənləşdirməyini istəyir. Sizdə texnologiyadır, sizə aid sualdır. Həmən. İstəyir tətbiq eləmək. Necə? Tətbiq eləmək. Tətbiq etmək, bəli, tətbiq etmək. Niyə tətbiq olur? O bildiklərini o hazırlamağa tətbiq eləməlidir, deyilmi? Əla, çox gözəl, düppədüz Tünzalə müəllim. Müəllim, baxın, bu iki başlı sualdır. Bunlar hamısı MİQ abu-havalı, MİQ-də istifadə olunmuş suallar. Müəllim şagirdlərə deyir, taxtadan funksional kitab rəfi hazırlamağı tapşırığını verərkən düzgün ölçmə, kəsmə və montaj işlərini müəyyənləşdirməyi istəyir. İdraki sahəni müəyyən edirik. Burada iki başlı suallardan biridir bu sualda. Niyə? Kitab rəfi hazırlamaq. Görən kimi, elə kitab rəfi hazırlayır, görən kimi bunu yaratmaq, götürmək olmaz. Situasiyanı birinci təhlil edin. Situasiyaya hər tərəfli baxın. Görün sizdən nə istəyir? Şagird burada rəf hazırlayarkən necə ölçmə, kəsmə, montaj, nə bilim, rəngləmə bu işləri aparacağını müəyyənləşdirir. Kəsdiklərindən harda necə istifadə etmək nə idi? O kəsdiyini tətbiq eləmək. Təbii ki, bu olur tətbiq etmə. Amma elə rəf hazırlayır, görən kimi bunu yaratmaq, götürmək olmaz. Burada məqsəd kəsdiyinin tətbiqinə yönəlib. Ona görə burada olur tətbiq etmə mərhələsi oldu. Tünzalə müəllim əla, hər iki sualın cavabını verə bildiniz. Aynə müəllim. Bəli, müəllim. Deyirəm ki, Antlı İclasçılar Məhkəməsi ilk dəfə hansı dövlətlərdə tətbiq edilmişdir? Xatırlamaq. Xatırlamaq. Əla. Deyirəm ki, şagirdlər, səsi bağlayım, sualı oxuyum, sonra açarsınız cavab verəndə. Şagirdlər texnologiya dərsində isti tavanı masaya qoyurlar və masa zədələnir. Müəllim şagirdlərə istilik izolyasiyasının ən uyğun materialı seçib model hazırlamağı tapşırır. Burada nə olacaq? Tətbiq etmək. Necə? Tətbiq etmək. Burada tətbiq etmək deyirsiniz. Niyə tətbiq etmək? Çünki ona baxıb tətbiq eləyir də, yəni hazırlayır. Amma yaratmaq da ola bilər, amma baxıb hazırlayır axı onda. Asıl. Niyə yaratmaq olmadı? Deyirəm model hazırlayır. Çünki o özündən fikirləşmədi, ona baxaraq hazırlayır. Bəs deyirəm şagirdlər istilik izolyasiyasının ən uyğun materialı seçib. Bəs niyə təhlil götürmədiniz? Keçən MİQ-in sualı idi, müəllimə bizə düşmüş. MİQ sualıdır. Texnologiya müəllimərinə düşmüş MİQ sualıdır. Mən sizə elə belə suallar işlətmirəm ki. Baxın. Düz dediniz əslində, Aynə müəllim. Əslində düz deyirsiniz. Tətbiq etməkdir bu. Deyir şagirdlər, texnologiya dərsində isti tavanı masaya qoyurlar və masa zədələnir. Müəllim şagirdlərə istilik izolyasiyasına ən uyğun materialı seçib model hazırlamağı tapşırır. Ümumiyyətlə cavablar içində təhlil yox idi. Onu da qeyd edim, bir tərəfə yazın. Təhlil olmuyor cavablar içində. Model hazırlamaq yaradıcılıq deyil. Yəni
O baxır hansı modelə də. Model hazır olan bir şeydir. Bir nümunədir. Buna baxıram nümunəyə. Bu nümunəyə uyğun mən model hazırlayıram. Ona görə bu yaradıcı kimi olmaz. Yəni nümunəyə baxıb nəyisə hazır, onun oxşarını hazırlayıramsa, bu yaradıcı olmaz. Bu biliklərimdən istifadə etməkdir. Ona görə burada cavab olur, tətbiq etmə. Yəni texnologiya dərsində şagird müəyyən mövzuları keçib, o keçdiklərini əsasən, öyrəndiklərinə əsasən biliklərini tətbiq edib, izolyasiya modeli hazırlayacaq. Ona görə burada olur tətbiq etmə mərhələsi. Sonra deməli Aysel müəllim, Behbudlu. Ay müəllimə coğrafiya yad yox idi. Coğrafiya verim də sizə. Verimmi? Bəli, verin. Deyirəm, Fernand Magellanın coğrafiya elminin inkişafında hansı rolu olmuşdur? Anlamaq. Anlamaq. Niyə anlamaq? O rolunu izah eləyə bilir. Leyla müəllim nə deyir? Müəllim, məncə xatırlamadır. Təhlil edin. Aynen müəllim. Rolunu. Bütün ixtisaslara, qeyri-ixtisaslara cavab verdiniz, öz ixtisasınızda bütün variantları Mən öz saydınız. ixtisasımda çətinlik çəkirəm, bilmirəm Baxın, niyə. deyirəm ki, Fernand Magellanın coğrafiya elminin inkişafında hansı rolu olmuşdur? Fikirləşdirəm, yadıma sallam. Xəritə tərtib eləmişdi, ilk coğrafiya terminini işlətmişdi, ilk coğrafiya kitabının müəllifidir. Sonra nə idi? Ayna müəllim, mənim yadımdan çıxdı, salamıram yadıma. Görürsən, xatırlayanmıram, yadıma salamıram. Sonra nə eləmişdi görəm bu Magellan qardaş, rəhmətlik. Nə eləmişdi görəm bu rəhmətlik kişi? Yəni xatırlanmaq. Xatırlayıram, yadıma salıram. Görürsən, deyirəm ki, yadımdan çıxıb, sonra görən nə eləmişdi? Xatırlayamıram, Ayna müəllim. Xatırlamaq olacaq da. Bu anlamaqlıq nə var ki? Desəydim ki, indi deyirəm. Fernand Magellan yox. Mən qarışdırdım, Eratosfeni saydım. Siz də demişsiniz ki, ay müəllim, Eratosfen də dedikləriniz. Xəritə, coğrafiya kitabı. Nəysə, məqsədimiz coğrafi biliklər yox. Deməli, məqsədimiz kurikuluma tətbiq edir. İndi deyirəm ki, Eratosfen və Ptolemeyin xəritələrinin oxşar və fərqli cəhətini söyləyin. Burada nə olur Ayna müəllim? Müəllimə bir də təkrarlayarsınız, uşağın səsini eşitmədim. Eratosfen və Ptolemeyin xəritələrinin oxşar və fərqli cəhətlərini deyin. Fərqləndirirsə anlayıb fərqləndirə bilir də, oxşarlıqlarını fərqləndirir. Bəli, bax burada anlamaqdır. Burada anlamaqdır. Çünki o onu da anlayıb, bunu da anlayıb fərqləndirə bilir. Oxşarlığı müəyyən edə bilirsə, burada anlamaqdır. Oldu mu? Oldu müəllim. Behbudlu Aysel müəllim. Bəli, müəllim. Oxumusunuz? Bəli. Deyirəm ki, müəllim şagirdlərə tapşırıq olaraq şəhərsalma amillərini müəyyənləşdirməyi və xəritə üzərində yeni şəhər məntəqəsi hazırlamağı tapşırır. Bu yaratmaq olacaq da. Necə? Yaratmaq olacaq da. Niyə? Amilləri müəyyən etməyi tapşırır və ən axırda nədir? Bax, deyirəm ki, müəllim şagirdlərə tapşırıq olaraq şəhərsalma amillərini müəyyənləşdirməyi və xəritə üzərində yeni şəhər məntəqəsi hazırlamağı tapşırır. Bu onda tətbiqdə yox. Bu təhlil etmədə ola bilər də, ən yaxşısını, ən uyğununu seçmək. Dediyiniz gözəl, xoş. Razıyam sizdən. Amma əzizim, bu situasiyada ən sözünü gördün. Yox, orada biz dedik axı hər dəfəsində ən olmayacaq. İndi burada nəyə təhlil elədim? Mən o başlıqdan o deyəcək şəhər salma üçün nələrsə müəyyənləşdirin. Ona görə deyirəm ki, yəni bir neçə variant ola bilər onların içərisindən. Deyirəm ki, müəllim şagirdlərə tapşırıq olaraq şəhərsalma amillərini müəyyənləşdirməyi. Bu anlayır, bunu eləyir. Sonra da... Bəs onu niyə deyirdiniz ki, təhlildir? Və xəritə üzərində... Və xəritə üzərində yeni şəhər məntəqəsi hazırlamağı tapşırır.
Bu da onda tətbiq olacaq da. Aferin. Eyvallah. Bu tətbiq. Tələsməyin. Mən özümü çaşdıram. Mən sualı hər tərəfə fikirləşirəm, hər yöndən. Ona görə belə özümü qarışdırıram da elə fikirlərimi. Çox dərinə getməyin. Natəvan müəllim. Bəli, buyurun. Burada mən də tətbiq fikirləşdim, amma yaratmağa da biraz oxşuyur. İndi Onu necə gələcəm. ayırd etmək? Aha, indi gələcəm. Burada yeni şəhər məntəqəsi hazırlamaq, görüb yaradıcı götürmək olmaz. Çünki tətbiqdir. Niyə tətbiqdir? Şəhərsalma amillərindən nələrdən istifadə olunacaq? Şagird bax bu öyrəndiklərini nələrdən istifadə etməliyəm? Mən şəhərsalmaya üçün nə etmək lazımdır? Hansı nələrə diqqət etmək lazımdır? Bax bu biliklərimdən istifadə edəcəm. Biliyin istifadəsi tətbiqdir. Xəritə üzərində yeni şəhər məntəqəsi hazırlamaq. Yəni sən o şəhəri yaratmırsan ki, sənə lazımdır, vacib olan amilləri bilməkdir. Ona görə burada olacaq. Biz müəllimliyə çaşıram. O qabağını sən deyirsən, o amilləri bilməlidir. Məsələn, o bizim ixtisas olmayanda o bilmirik də onu məktəbdə keçir ya yox. Ona görə bilmirsən ki, bu yəni özündən yaratdı, yoxsa bunu məktəbdə keçib sonra tətbiq elədi də biraz Yox. qeyri-ixtisas olanda Aha. çaşırdım. Amma yenə də qeyri-ixtisasa da yenə hər tərəfli baxanda görürsüz. İndi mən sizə bir də oxuyanda ki, müəllim şagirdlərə tapşırıq olaraq şəhərsalma amillərini müəyyənləşdirməyi. Bax, onu düz deyirsiniz ki, xatırlayıb yadına salacaq. Yəni diqqətlə baxanda situasiyanı hər tərəfli təhlil edəndə cavab vermək olur. Deyirəm Aysel müəllim, şeiri əzbərləyin. Hazır verilib də bu şeiri əzbərləyib olduğu kimi deyəcəm də. Bu birinci nədir? Xatırlamaq. Bəli, təbii ki, bu xatırlamaq. Deyirəm şəkildə gördüyünüz alimlərin adlarını de. Xatırlamaq. Bəli, şəkildə gördüyü alimləri xatırlayıb yadına salıb deyəcək. Ona görə olur xatırlamaq mərhələsi. Digər Aysel müəllim, Zeynalov. Müəllim bir dənə bayaq sualı verə bilmədim. Orada nəsə bir dənə situasiya deyəcək, şəkli çəkir, bu yaratmaq oldu da, öz şəklini çəkir, özü çəkir. Deməli, şagird indi çəkəcəyi şəkil, məsələn, mən o dəqiqə düşündüm ki, tutaq ki, bu ağac çəkir, yarpaq, bu yeni bir şey, başqa bir şəkil deyil axı, yəni bu hazır ağac var, hazır yarpaqdır da bu. bircə dəqiqə. Gözün qabağında. Aha, Aysel müəllim, siz o məntiqlə yanaşmayın. Bax deyir ki, şagird öz çəkdiyi rəsmi izah edir. Mənə bir A4 vərəq verilir. Bunun üzərində rəsm yoxdur ki, onda bütün rəssamlar heç nə yaratmır ki. Hə, sizin deməyinizdən belə çıxır. Yox, ona fikrim ona yetişən bu hazır olan şeyləri fikirləşdim. Yox, sizin onda deməyinizdən belə çıxır ki, heç bir rəssam heç bir əsər tərtib eləmir. Onsuz da var da, nə çəkirlər? Ağac çəkirlər, budaq çəkirlər, böcək çəkirlər, çiçək çəkirlər. Təbiətdə var da, bu yaratmaq ki bunu. Amma bu nöqteyi nəzərdən yəni. Mənə verdin bir A4 vərəqi. Mənim vərəqim ağappaqdır. Sən amma çox gözəl bir palıd ağacı çəkmisən. Və bunu izah edirsən ki, bax bu bizim gerbimizin üstündə var, nə bilim nə rəmzdir, bu rəmzdir, odur, budur, izah verirsən. Onu sən yaratdın da, o palıd ağacını sən çəkdin, amma mənim A4-üm ağappaqdır, mən heç nə çəkəmədim. Aydındır. Başa düşdüm. Hə, bildim. Elə bildim yeni şey yaratmaq kimi ancaq nəzərdə tutmalıyam. Aha. Aysel müəllim. Bəli, müəllim. Deyirəm, verilən dövlət rəmzləri içərisində Azərbaycan Respublikasının dövlət rəmzlərini müəyyən edin. Anlamaq. Sonra kim deyər? Siz bu dövlət rəmzlərini tanıyır, bilir də hansılardır. Konkret desən ki, dövlət rəmzlərini say, bu artıq bunu xatırlamaqadır. Amma verilənlərin içindən seç deyirsənsə, onda tanıyır, o digər verilənlər də bilir, seçir. Yəni məncə bu cəhətdən anlamaq olur. Nigar müəllim nə deyir? Vallahi biraz çaşdırıcıdır. Leyla, Mənə gəlir. Hə. Anlayır. Leyla müəllim nə deyir? Anlamır. Müəllim, mən xatırlamaq deyə düşünürəm. Çünki yəni yadına sal, de də, düşün, de. Tamam. Belə tərs düşünürəm. Tamam. Ayna müəllim nə deyir? Müəllimə mən də xatırlamaq düşürəm ki, xatırlayıb onu fərqləndirə bilirəm. Baxın, müəllimlər. 10 dənə dövlət rəmzi qoyulur. Təsəvvür edin ki, 40 ildə Azərbaycanda yaşamayan bir adamdır. Unutmaq da, yəni bunu unutmaq olmaz, heç vaxt unutmaq olmaz. İnsan halıdır da, yəni yaş baş keçib. Baxırsan, deyirsən ki, Azərbaycanın
dövlət rəmzi, hə bizim gerbimizdə sümbül işarəsi olan bizimki olacaq. Hansı il xatırı, sonra nə var idi? Sonra bizim gerbdə nə var idi? Nə etməyə çalışırsan? Xatırlamağa çalışırsan. Təbii ki, Yadıma salmağa yadıma çalışıram, salmağa. Əlbəttə ki, burada anlamaqlıq nə var ki? Mən xatırlayıram. Təsəvvür edin, 20 dövlətin içərisində bizim dövlət rəmzimiz. Mən seçməliyəm. Hansı idi görəsən? Hə, sümbül olan, ya papalıq yarpağı olan, o, bu, bütün o şeyləri yadıma salıram. Yadıma salmağa çalışıram ki, mən o rəmzi seçim. Nə olur? Xatırlamaq. Sadə sualdır. Çətin sual deyil, sadə sualdır. Deyirəm ki, verilmiş sözləri mənaca növlərinə görə qruplaşdır. Burada nə olur Aysel müəllim? Qruplaşdırmaq, təsnif eləmək bu artıq xatırlamanın anlamağı, xatırlamaq nədir? Bəli, Anlamaq, bəli Aysel. təsnif eləmək, Aha. qruplaşdırmaq, anlamaq. Anlamaqdır. Tamam. Qruplaşdırmaq, təsnif etmək, izah vermək, öz sözünü ifadə etmək anlamaqdır. Amma çox açar sözə fikir vermirik. Biz özümüz situasiyanı anlamağa çalışırıq. Mən bir açar sözü bir neçə mərhələdə istifadə edə bilərəm. Yaxşımı? Bilirsiniz, əslində biraz məsələn bu mövzunu oxuyanda kənardan məsələn fikirləşirəm ki, rahatdır, amma situasiyalarda bütün, yəni bəzən o qədər oxşuyur ki, bir-birinə ayırmaqda çətinlik çəkirsən, yəni biraz qarışıqdır bu taksonomiya. Ümumiyyətlə, kurikulumun ən mürəkkəb bölmələrindən biri və ən vacib bölmələrindən biri taksonomiyadır. Taksonomiyanı oxumaq tamam xoşdur, əla, asan, rahat. Nə var ki, 6 mərhələdir. 3 aşağı, 3 yuxarı, o açar söz, o açar söz. Kitabda da görürsünüz bir vərəqdir. Amma bunu tətbiq etmək bir qədər mürəkkəb bacarıqdır. Yəni tətbiq etmək, seçmək və imtahanda da sizin 3 sualınız taksonomiyadan düşür. Ona görə mütləqdir. Bunları situasiyada biz buna aid yetəri qədər sınaq işləyəcəyik. İndi dərsdən sonra, sual cavabdan sonra təbii ki, Müəllimə sertifikasiyada da düşmüşdü. bəli düşür. Yəni Ən çox bu mövzudan düşmüşdü yoxsa? ümumi ən çox yox, yəni taksonomiyadan düşmüşdü, inteqrasiyadan düşmüşdü. Və 1-2 sual taksonomiya olur, 1-2 sual inteqrasiya olur, sinifin idarə edilməsi var, qiymətləndirmə var. Yəni bütün o çərçivə sənədini əhatə edən suallar vardır. Mən sırf elə bunu oxuyum ki, 1-3-4 sualım bundandır, xeyr. Düzdür, düşür, 2-3 sual düşür. Miksilərə 2-3 dənə hətta düşə bilir. Amma yəni bu taksonomiya bütün həm MİQ, həm sertifikasiyanın çərçivə sənədində var. Hər ildə ümumiyyətlə kurikulum çıxandan hər il taksonomiya sualları ilə rastlaşırıq. Aytən müəllim. Bəli, müəllim. Deyirəm ki, Osmanlı və Səfəvilər arasında Amasya müqaviləsi nə vaxt imzalanmışdır? Xatırlamaq. Təbii ki, burada olur xatırlamaq. Harmonik rəqslə məcburi rəqslərin fərqi nədir? Anlamaq. Bəli, təbii ki, anlamaq. Anlayırsan ki, bunları fərqləndirə bilirsən. Cövhər müəllim. Bəli, müəllimə. Dramatik və epik növlərin fərqi nədir? Anlama. Bəli, fərqləndirə bilirəmsə, deməli anlamışam. Fərqləndirə bilməsəm, ya dramatiki səhv deyəcəm, ya epiki səhv deyəcəm. Ona görə mən bunu anlamışam ki, fərqləndirə bilirəm. Deyirəm ki, Mikail Müşfiqin Yenə o bağ olaydı şeiri ilə bağlı fikirlərinizi ümumiləşdirin. Burada öz mövqeyimizi bildiririksə, bu dəyərləndirmə mərhələsidir. Sənə kim deyir ki, öz mövqeyini bildir? Hə, götürmədim. Bir də verin zəhmət olmasa sualı. Mikail Müşfiqin Yenə o bağ olaydı şeiri ilə bağlı fikirlərinizi ümumiləşdirin. Bu da anlama mərhələsidir mənim. Tabii. Sən şeiri oxuyursan, şeiri ümumiləşdirib öz sözündən deyirsən. Bəli, Tünzalə müəllim, bu olur anlamaq mərhələsi. Ay Gövhər müəllim. Bəs bu bilik kimi nə olur? Konseptual. Bəs təfəkkür kimi nə olur? Təfəkkür kimi tənqidi təfəkkür olur müəllimə. Niyə? Niyə? Ümumiləşdirmə varsa. Baxın Gövhər müəllim. Siz dediniz dəyərləndirmə.
Sonra əslində mən bilirəm ki, siz bunu bilirsiniz. Yəni buna əminəm ki, siz bunu bilirsiniz. Sadəcə olaraq o qədər məntiqsiz yanaşırsınız ki, suala. Baxın əzizim, dediniz ki, ümumiləşdirmə, sifdə dediniz dəyərləndirmə. Sonra dediniz yox, müəllim, dəyərləndirmə yox, anlama. Düzdürmü? Dəyərləndirmə olsa tənqidi təfəkkür olurdu da, doğrudur. Deməli orada dəyərləndirmə götürmədinizsə, deməli bu tənqidi təfəkkür də ola bilməz. Çünki demişik ki, dəyərləndirmə mərhələsi tənqidi təfəkkürlə əlaqəli olur. İndi burada hansı təfəkkür olur? Bir şey də yaratmayıb ki, yaradıcı deyəsən. Təbii ki, burada məntiqi Məntiqi təfəkkür. olur. Bəli, məntiqi təfəkkür. Ümumiləşdirir öz sözü ilə sadə şəkildə izah eləyir. Yəni təfəkkür kimi məntiqi, bilik kimi konseptual, taksonomiya kimi anlamaq mərhələsi. Aydındır? Bəli. Gülnar müəllim, Bəli, müəllim. deyirəm ki, Qarabağ, Şəki, Şamaxı xanlıqlarının daxili və xarici siyasəti haqqında oxuduqlarınızı öz sözlərinizlə danışın. Anlamaq. Anlamaq. Deyirəm, oxuduğunuz əsəri səhnələşdirin. Oxuduğum əsəri səhnələşdirirəm, tətbiq edirəm. Bəli, tətbiq etmək. Çünki oxumuşam, indi oxuyub yadımda saxladığımı, öyrəndiyimi keçirirəm. mən səhnələşdirirəmsə, təbii ki, bu tətbiq etmə mərhələsidir. Doğru deyirsiniz Gülnar müəllim. Nigar müəllim, Bəli, Nativan müəllim. deyirəm ki, iki hadisəni müqayisə edin. Anlamaq. Anlamaq. Ən böyük 3 rəqəmli cüt ədədlə ən kiçik 2 rəqəmli cüt ədədin cəmi nə qədərdir? Bu tətbiqdir məncə. Təbii ki, tətbiqdir. Çünki sən biliyindən istifadə edirsən, bunu hesablayırsansa, bu tətbiq etmə mərhələsinə aiddir, doğru fikirdir, düz deyirsiniz. Rəqsanə müəllim, Bəli, müəllim. sizcə yazıcı Cahandar ağaya necə münasibət bəsləyir? Fikrinizi nümunələrlə əsaslandırın. Taksonomiyanın növü, mərhələsi. Burada müəllifin mövqeyidirsə təhlil etmə olar. Sağ ol. Burada müəllifin mövqeyidir. Deyir, sizcə yazıcının Cahandar ağaya necə münasibət bəslədiyini nümunələrlə əsaslandırın. Sizin öz fikriniz yox, yazıcının Cahandar ağaya, yəni Dəli Kür İsmail Şıxlının fikrini siz deyəcəksiniz. Yəni onun münasibətindən, faktlarla, nümunələrlə münasibətindən danışırsansa, təbii ki, bu deməli təhlil etmə mərhələsidir. Bəs deyirəm ki, müəllimə, İsmail Şıxlı, Salam müəllimə. salam. İsmail Şıxlı əsəri nə üçün Dəli Kür adlandırmışdı? Burada yəni öz fikrimizi deyiriksə, yəni bizdən soruşulursa, öz fikrini irəli sürürsə dəyərləndirmək olar. Dəyərləndirmə. Sonra kim nə deyir? Leyla müəllim nə deyir? Xatırlama deyə düşünürəm. Xatırlama. Yəni yadına salıb cavab verdim. Belə deyə. Sonra kim nə deyir? Fikirləriniz var? İsmail Şıxlı. Anlamaq məncə. Əsli anlamaq. Buyurun Gülnar müəllim. Mən də anlama deyərdim. Nə üçün, nə səbəbə? Anlasa deyəcək. İsmail Şıxlı əsəri nə üçün Dəli Kür adlandırmışdı? Bu əsərin xülasəsini oxuyanda sizi öz mövqeyinizdən yanaşmırsınız da, İsmail Şıxlının mövqeyini bilirsiniz. Nə üçün müəllif bunu adlandırıb? Müəllif nə üçün Dəli Kür adlandırıb? Misal üçün, Dəli Araz adlandırmayıb və ya Sakit Araz adlandırmayıb. Niyə? Buyurun Ayna müəllim. Bu cür. Müəllimə təhlil etmək düşünürəm ki, təhlil edib Təbii ki, təhlil edirik. Çünki müəllifin fikrini, demirəm sənə görə bu əsər niyə Dəli Kürlüdür? Bu zaman dəyərləndirmə olardı. Amma deyir ki, İsmail Şıxlı əsəri nə üçün Dəli Kür adı? Sən öz mövqeyindən baxmırsan ki, müəllifin mövqeyindən baxırsan. İsmail Şıxlının mövqeyindən baxırsan. Ona görə burada olur təhlil etmə mərhələsi.
Sonra Lamiyə müəllim, Bəli, müəllim. sizin ixtisas nə idi? Ədəbiyyat, Azərbaycan Aha, ədəbiyyatı. əla, əla. Deyirəm, adları verilmiş şairlərdən hansı öz əsərlərində Azərbaycan təbiətinin rəngarəngliyini daha yaxşı əks etdirə bilib? Bu idrak çatdırma. Xatırlama. Aha. Nəyə görə? İzah da verin. Çünki yəni yadına salır ki, hansının əsərlərində yəni təbiət motivləri falan var da, yəni xatırlayır. Hı -hı. Yadına salır. Bir də oxuyaq. Deyirəm ki, Deyirəm. adları verilmiş şairlərdən hansı öz əsərində Azərbaycan təbiətinin rəngarəngliyini daha yaxşı əks etdirə bilib? Hə, onda anlamaq olar. Çünki müqayisə eləyir. Müqayisə eləyir ki, hansıların əsərində var. Anlamaq. Hı -hı. Buyurun Nigar müəllim. Məncə təhlil eləyir. Təhlil etmək. Hı -hı. Sonra Gülce müəllim. Münasibətini əsaslandırırsa təhlil edir. Baxın, Lamiyə müəllim. Deyirəm ki, Hə. adları verilmiş şairlərdən hansı öz əsərində Azərbaycan təbiətinin rəngarəngliyini daha yaxşı təhlil eləyirsən? Təhlil Ən edirsən. yaxşını seçsin. Sənə 5 dənə şair verilib, 10 dənə şair verilib. Bu şairləri təhlil edirsə, filankəsin filan şeiri var, o birisinin filan şeiri var, o birisinin filan şeiri var. Bunlar içərisində daha yaxşısı məncə filankəsin şeiridir. Təhlil eləyib, təhlil etmə mərhələsində qabardıq birini önə çıxardırsan. Anladım. Anladınızsa, nə xoş mənə ki anladınız. Deyirəm ki, Nizami Gəncəvinin xəmsəsinə hansı əsərlər daxildir? Xatırlamaq. Bəli, təbii ki, xatırlamaq mərhələsi olacaq. Oldu, Lamiyə müəllim, oldu. Mənim bir dənə sual verim. Buyurun. Bayaq suallardan birində var idi ki, model əsasına, yəni modelə baxaraq nə isə düzəldir də. Hı. Əgər nümunəyə baxırsa bu anlamaq olmurdu. Siz dediniz orada tətbiq etmək. Yəni nümunədən hazır bir şeyə baxaraq düzəltmək, düsturdan, nümunədən nəsə konkret var da ona baxıb düzəldirsə, bunu anlamaq kimi götürür yoxsa tətbiq etmək kimi? Baxın, deyir ki, şagird texnologiya dərsində isti tavanı masaya qoyurlar. Şagirdlər qoyur və masa zədələnir. Müəllim şagirdlərə istilik izolyasiyasına ən uyğun materialı seçib modelini hazırlamaq tapşırır. Hə, seçirlər, özləri seçirlər. Bəli, Bildiklərini bəli. əsasən ona görə. Aha, seçib model demir ki, hazır modeli qoymuşam, buna bax, Hə, buna oxşa. başa. Mən ümumiyyətlə yəni deyirəm ki, model hazır bir şeydən nə görürsüz, seçib eləyir. Hə, situasiya yadımdan çıxmışdı, Aha. o model söz yadımdan qalmışdı ona Tamam, görə. Seçirlər öz bildiklərini ona görə. Hı -hı. Oldu mən sağ olun. Oldu, siz sağ olun. Leyla müəllim, Bəli, bəli müəllim. ixtisasınız nə idi? İbtidai sinif. İbtidai sinif. Deyirəm ki, uşaqlar müəllim uşaqlara lövhədə 100 dairəsində rəqəmləri 2-2 saymağı öyrədir. Sonra ona aid şagirdə tapşırıq verir. Bu Bəli. tapşırığı edən şagird təsdiqlənməyən hansı mərhələsində olur? Tətbiq etmə. Niyə? Yəni başa salır, deyir ki, onu lövhədə həll etsin də, yəni belə deyə düşünürəm. Yox, baxın. Leyla müəllim, izahatda nə dedik? Qaydaya baxır, düstura baxır, nümunə verirsə, bu tətbiq etmə götürmürük. Nə götürürük Aysən müəllim? Anlama götürəcəyik. Anlamaq. Bəli, anlamaq mərhələsi. Düsturu verib də hazır düstur. Müəllim deyir lövhədə 100-ə qədər küçük saymağı öyrədir. Lövhədə var. Sonra buna aid tapşırıq verirsə bu nə olur? Təbii ki, bu olur anlama mərhələsi. Deyirəm ki, baxın, dünən hava günəşli idi, bugün qar yağır. Sabah külək olacaq. Hava şəraitinin bu cür tez-tez dəyişməsinin səbəbi nədir? Hava şəraitinin. Tamam, bu da anlamlı olacaq. Bəli, təbii ki, anlayırsan ki, sən buna izah verə bilirsən. Bu, təbii ki, anlamaq mərhələsinə aid ola bilir. Deyirəm ki, vurmanın
toplamanın paylama qanununu deyil. Necə? Toplamanın paylama qanunu var, yoxsa vurmanın paylama qanunudur? İbtidai sinif müəllim deyilsiniz. Bəli, bəli. Bir də sualı alım. Toplamanın paylama qanunu var, müəllimlər. Vurmanın, Vurmanın vurmanın, hə, vurmanın. düz demişəm. Paylamanın rus bölməsiyəm. Bir dənə o sözü başa düşmədim. Paylama qanunu, onu anlamadım. Yəni Rus sektoru varsa müəllimə izah versin. Vurmanın qaydası var. hə bunu bəli. Множитель произведения. Hə, məsələn, toplanan cəm bu anlamda deyirsiniz. Yəni komponentləri nəzərdə tutursunuz. Lətafət müəllim, vurmanın paylama qanunu necə idi? Müəllimə salam. Salam. Vurmanın paylama qanunu məsələn 2 vurulsun möhtərizənin içində A plus B. A plus B-də o perimetr düsturudur. Paylanır. 2 vurulur A'ya, 2 vurulur B'yə. Toplanır onlar. Paylama qanunu elədir. Vurmanın paylama qanunu. Aydın oldu Leyla müəllim. Bəli, bəli. Aha. İndi deyirəm ki, paylama qanunu bil. Şagirdə sual verirsiniz. Siz ibtidai sinif olduğunuz üçün ona görə bu cür situasiyalar demək çalışıram. Bu zaman şagird hansı taksonomiyanın hansı mərhələsində olur? Tətbiq etmə. Niyə? De deyirəm, de. De. Yadına sal, de. Xatırlama olacaq Bəli, onda. xatırlama. Deyirəm ki, İranın ilk prezidenti kim olub? Xatırlama. Təbii ki, olur. Xatırlama. Burada da olacaqdır, xatırlama. Deyirəm ki, üçbucağın perimetrini hesablayın. Bu da xatırlama. Niyə? Anlama. Üçbucağın perimetrini hesablayın. Buyurun Nigar müəllim. Burada Tapa tətbiqdir. Bəli, bəli, Leyla müəllim. Burada tətbiqdir. Biliyindən istifadə edib üçbucağın perimetrini hesablayacaq. Təbii ki, burada tətbiq etmə mərhələsidir. Oldu Leyla müəllim, biraz da diqqətli olaq. Sədaqət müəllim. Bəli, müəllim, əssalam. Salam, necəsiz? Oxumusunuz? Çox sağ olun. Bəli, bəli. Deyirəm ki, tapşırığı həll etmək üçün verilmiş metodlardan ən uyğun olanını seçin. Təhlil. Bəli, təbii ki, təhlil etmə mərhələsi. Sonra müəllimə deyirəm ki, sizcə onlayn dərs keyfiyyətlidirmi? Bu suala cavab verən şagird taksonomiyanın hansı mərhələsində olur? Dəyərləndirmə. Bəli, dəyərləndirmək mərhələsində olur. Buyurun Nigar müəllim. Aha. Sonra müəllimə deyirəm. Yox, mən qaldırmamışdım. Tamam. Bayaq ki, yəqin əl qaldırmağımda. Olar. Olar. Deyirəm ki, öyrəndiklərinizi təcrübədən keçirin. Tətbiq. Bəli, bu tətbiqdir. Oldu Sədaqət müəllim. Seva müəllim. Sağ olun müəllimə. Siz sağ olun. Seva müəllim. Bəli, müəllimə. Aha. Bəli, müəllimə. Seva müəllim, deyirəm ki, Euler-Venn diaqramda ağqoyunlu və qaraqoyunlu hökmdarlarını müqayisə edin. Bu xatırlamaqdır. Biri öyrənib ki, müqayisə eləyə bilir də. Anlamaqdır. Nə oldu indi? Anlamaq müəllimə. Bəli, təbii ki, anlamaq mərhələsidir. Bəs deyirəm ki, yazıçını bu əsərdə düşündürən başlıca problemi müəyyənləşdirin. Burada təhlil etməkdir. Yazıçının düşündüyü Bəli, şeyi müəyyən təbii edir. ki, müəllifin mövqeyi. Müəllifin mövqeyinə yanaşırıqsa, bəli, bu təhlil etmə mərhələsidir, doğru deyirsiniz. Oldu müəllimə. Sevinç müəllim. Bəli, müəllimə. Deyirəm ki, sizə şagirdlər 2 təqdimat verir. Bu təqdimatı müqayisə et, məktəb rəhbərliyinə təqdim etmək üçün ən uyğun olanını müəyyən et. Ən birinci, yəni onların oxşar fərqli xüsusiyyətlərində isə bu anlamaq mərhələsi, amma ən yaxşısını seçirsə bu təhlildir artıq. Bəli, bu təhlildir. Deyirəm ki, əldə etdiyiniz informasiya əsasən əldə etdiyiniz informasiyalardan istifadə edərək cədvəl qurun.
tətbiq mərhələsidir bu. Bəli, təbii ki, əldə etdiyim informasiyalar. Müəyyən qədər informasiya əldə etmişəm. İndi bu əldə etdiyim informasiyanı mən tətbiq edərək cədvəl qurmağa çalışıram. Təbii ki, bu olur. Tətbiq etmə mərhələsi. Doğru deyirsiniz. Sonra Ülviyə müəllim sizdən soruşdum. Məndən bəli Aha. soruşdunuz. Demək ki, müəllimlər, Məndən soruşmamı siz müəllim Səadət müəllim, aha, axşamınız xeyir, şaya soruşum sizdən. Səadət müəllim, deyirəm ki, yoldaşınızın söylədiyi fikrin doğru olub olmadığını qiymətləndirin. Qiymətləndirmək, Bəli. anlamaq, təhlil etmək, yox. Qiymətləndirməyi anlamaq kimi də nəticə çıxardı. Xeyr. Yox, dəyərləndirmək. Bəli, qiymətləndirirsə bu onu dəyərləndirir. Dəyərləndirmək, Bəli, bu onu dəyərləndirir, qiymətləndirirsə. Bəs deyirəm ki, müəyyən bir şeir var. Şagird bu şeirə musiqi bəstələyibsə, bu şagirdin hansı təfəkkürü yüksəkdir və taksonomiyanın hansı mərhələsindədir? Müəyyən bir də deyin. Şagird müəyyən bir şeirə musiqi bəstələyib, bu şagird taksonomiyanın mərhələsi və təfəkkürü müəyyən edin. Təhlil etməkdir, yox, dəyərləndirməyə də deyə bilərəm şagird. Buyurun, Leyla müəllim. Dəyərləndirmək kimi götürürəm. Leyla müəllim, buyurun. Müəllim, məncə yaratmaqdır. Çünki yaradıcı bacarığı var da, yəni bu anlamda. Gülzarə müəllim, öldürəcəm sizi. Tətbiq eləmək nədir? Burada yaratmaqdır müəllimlər. Niyə? Niyə müəllim? Cədvəli quranda tətbiq götürürük. Cədvəl qurmaq biliyindən istifadə edir. Musiqi bəstələyirsənsə, sən yeni musiqi qoyursan, ortaya. Yeni ideya qurursan. Yaratmaq, Yaratmışsan. Deyir ki, bu mahnının musiqisi filankəsə aiddir. Bu onu o yaradıb. Musiqini o yaradıb. Yəni istedadı var da, o istedaddır yaratmaq. Bəli, bu yaradıcılıqdır artıq. Yaratmaq mərhələsi və taksonomiya kimi də yaradıcı təfəkkür. Əlbəttə, yeni ideya qurub, icad edib, yeni musiqi ortaya çıxarıbsa, bu olur yaratmaq mərhələsi. Yaxşımı? İndi nə edirik? Dəftər qələmlərimizi götürürük, başlayırıq sınaq işləməyə.